Salam bacılar, qardaşlar, kanalıma xoş gəlmisiniz. Sizi təkrardan kanalımda görməyə çox məmnunam. Bugünkü videoda eniştenizin mənə aldığı hədiyyəni sizlə birlikdə açacağam. Amma ondan əvvəl qeyd etmək istəyirəm ki, bunun içərisində olan hədiyyə mənim arzularımdan birisi idi və bugün o arzum reallaşdı. Daha doğrusu dünənki videoda, əgər baxmamısınızsa, burada paylaşıram. Bu videoda mən paylaşmışdım nə olduğunu, amma içərisində nə olduğunu daha doğrusu paylaşmamışdım. Nəsə olduğu var idi, amma nə olduğunu bilmirdiniz. Bugün isə sizlə birlikdə sevincimi paylaşacağım. Bir daha təşəkkürümü bildirirəm. Bundan sonraki videolarımı həm iPhone 17 Pro-dan, həm də kameradan çəkəcəm. Mənim kameram var idi. Əvvəldən məni tanıyanlar bilir. Sadəcə mən 17 Pro alanda kameramı satmalı oldum. Çünki mənə pul lazım idi. Aldığım pul, yəni kameranı aldığım qiymətdən aşağı satdım ziyanla. Amma eybi yox. Bilirdim ki, nə vaxtsa mənim olacaq. Bunu açmazdan öncə sizlə birlikdə mənim vision board'um üçün düzəltdiyim videonu xatırlatmaq istəyirəm. Onu da burada qoyuram. Əgər baxmamısınızsa, vision board'umu əmrinlə necə düzəldirəm, necə sizlə birlikdə paylaşıram, baxa bilərsiniz istəsəniz. Amma ondan da önəmlisi mənim üçün sizinlə birlikdə vision board'umun içində nələr var və bugünə qədər hansılar reallaşıb, gəlin onlara baxaq. Yəqin ki, bilirsiniz, dəftərin içərisində eləmişdik biz. Bu dəftərdə yeni alıb içərisində eləmişdim. Yəni, köhnə dəftərdən istifadə eləməyin. Ya bir ağ vərəq götürün, onun üzərinə eləyin, ya da yeni bir dəftər alın. Burada Vision Board mənim arzu lövhəmdir. Hansı ki, 2026-cı ildən istədiyim, mənim arzularımın reallaşmasını gözlədiyim bir lövhədir. Baxaq burada mənim hansı arzularım reallaşıb. Buradan başlayaq elə. iPhone 17-ni almışam. Qeyd elədim sizlə də. Bunu alanda bir dənə tək pis olduğum şey iPhone 13-ümü satmağım idi. Çünki iPhone 13-ü də mən öz əziyyətimlə almışdım. Pulun üstünə qoyub elə almışdım da, yəni. Bu isə mən istəyirdim ki, mənə gələn PR-lar sayı çox olsun. Bu il mənim PR ilim olsun. Müəyyən qədər, yəni keçən ilə nisbətən, keçən deyəndə mən zaten yeni başladığım üçün influencerlığa bunu, yəni qat-baqat gördüm. İnşallah daha çox olar, daha çoxunu istəyirəm, daha çoxu üçün əziyyət çəkirəm. Burada idmana başlamadım. Çəkimdən narazı deyiləm, amma istəyərdim fitnesə falan gedim, amma düşünürəm ki, ehtiyacım yoxdur. Daha sonra sürücülük vəsiqəsi hələ ki almamışam, amma ilerleyen zamanlarda görmək mümkün ola bilər. Burada YouTube'da mənim vloglarımın sayı çox olsun, videolarımı yenidən qayıtmaq nəsib oldu, qayıtdım. İnşallah sözümün üstünə daim duraram. Burada deməli mənim makyajlarımın çox olma, yəni makyaj masamın dolub daşmasını istəmişəm. İndi də yəni tutaq ki, bir dənə əşyadan məndə çoxdur, 2-3 dənə də eynisindən. Əlavə olaraq yəni PR-lar gəlir, nə bilim, endirmə düşür alıram. Ona görə də mən daimi stoklamışam, amma yaxşı bir şey deyil. Onları əlimdən çıxarmağı düşünürəm. İstəmişəm ki, studiyada bir reklam çəkilişim olsun və yaxud da hər hansısa bir markanın reklam üzü olum, yəni onun üçündür, amma hələ ki yoxdur. Burada bu və bu Batumi və yəni Gürcüstan və Dubaya getməyi düşünürdüm. Amma hələ ki bilet yoxdur, hələ bilet almamışam. Bəlkə bu ikisi bu il mənim üçün ertələnə bilər. Çünki hələ ki görməli olduğum başqa bir işlər var. 1 milyon statistikanı yanvar ayının ikisində açmışdım. Yəni çox gözəl bir şeydi mənim. Çünki bunu başlayan kimi, yəni buna belə tik qoydum. YouTube'dan bu 10 mindir də, yox 10 minə verin, 100 min üçün belə plaketdir də, plaket gedir adı. Bunu bilmirəm, aça biləcəm ya yox. Pul, dollar, bu daimi olmalı olan bir şeydir. Skincare, bu üz baxımı, dərim hələ də səpkilidir, əziyyət çəkirəm. Hələ də məndən tam əl çəkməyiblər, ona görə də hələ də qalır. DJI Pocket 3 qoyulmuşdu. Bunun üst modeli 4 oldu. Sevgilim hədiyyə eləyib. Bugün bunu açılımına baxacağıq və üzük
üzük də bundan əvvəlki dünən paylaşdığım videoda üzük alınmışdı. Bu ikisini eyni gündə açmış olduq. Yəni gördüyünüz kimi çox az bir şeylər qalıb, amma bu ikisi mənim gözümdə durur. Bilmirəm, bunları eləyə biləcəm ya. Bir də bu qalanları məncə okeydir. Gördüyünüz kimi bir gündə, yəni mən Instagram storyimdə paylaşmışdım. Mənim Instagram səhifəmdə keçid eləyib mənim gündəlik həyatımdan paylaşımlar edirəm. Məni oradan da izləyə bilərsiniz. Mən Instagramda daha aktiv idim bu günə qədər. Və Instagramda paylaşmışdım ki, bir taşda iki kuş vurdum. Yəni bu nə deməkdir? Yəni bir gündə iki arzumun reallaşması deməkdir. Sizlər sayəsində, bəlkə mən heç YouTube-a başlamasaydım, bu olan deyildi, mənim bu istəklərim olan deyildi. Gəlin birlikdə baxaq, çox heyecanlıyam və kameramı göstərirəm sizə. Reklam deyil, bəlkə Karpkadan elə bilərsiniz, istəsəniz ala bilərsiniz təbii ki, amma reklam deyil. Bu da mənim kameramdır. Hər YouTuberin kamerası, hər YouTuberdə olan o məşhur kamera. Biraz sizə kamera haqqında məlumat vermək istəyirəm. Bu kameranın DJI Osmo Creator Combo'nun 4 Pro versiyası da var. Bu arada bu Creator Combo'dur, yəni içərisində bütün aksesuarları var. Bu cür göstərim sizə, bu içərisində olan aksesuarlarıdır. DJI Osmo'nun tək versiyası da var. Təkdə içərisində aksesuarı olmur. Məcbursunuz ki, təzədən onları alasınız, amma bunun içərisində bir çox aksesuarı var. Mənim DJI 2-imdə də aksesuarlar var idi, amma bunun qədər deyil. Gəlin açaq. Çox səbirsizlənirəm. Burada hardan aça bilərəm? Bunun üçün açma yeri var. Bilirdim ki, bu dırnaqlar nəyəsə yarayacaq, bir işə yarayacaq. Açdım. Açanda yerləri. Bunun yandan açan yeri yoxdur. Mənim o bir kameramda yandan açırdım bu cür, baxın. Belə açırdım, bağlayırdım. Amma görürəm ki, bunda o cür yoxdur. Ancaq yuxarıdan açmaq lazımdır. Açım buradan. Biraz kameranı aşağı salacağım ki, açan zaman tam görəsiniz. Çünki mən tez-tez kameraya baxa bilmirəm. Açanda bunlara baxmaq istəyirəm. Tripodla nizama saldım. Görürsünüz indi. Bir dənə belə qabı çıxdı. Osman yazılıb üzərində. Daha sonra DJI kameranın içərisində aksesuarları və kameranın özü. Və kameranın ən son içərisində bu cür şeylər çıxdı. Elə birinci bunu açmaq istəyirəm. Görün içərisindəki nədir? Sadadan başlayaq, böyüyə doğru gedək. Bu deyəsən stikerdir bunlar. Burada istifadə qaydası falan var. Təlimat kağızıdır. Bunlar verilir. Gəlin baxaq nələr var. Kargo açılımından sonra bu deyəsən belə mini çamadanıdır. Yine içərisində nəsə var. 2 dənə belə ciblidir. Cür qabı var. Çantası. Bunu hamısını çıxartıb kənara qoyacağım. Çünki video çəkmək ağlımda var. Ona görə bunu hələ ki kənara ayırıram. Gəlin əsas məsələ bunu açaq. Belədir. Bu arada mən DJI 2-mə ikinci əl kimi almışdım. Bu cür açmamışdım. Bu cür açılır. Da bizi kameramız qarşılayır. Gəlin elə açın bunu. Çok mutluyum. Bakın. Bunu tutuyorum çünkü elimde şu an. Bunu çıxardım. Bu yanda bunu bağlayıblar. Bu o birisi kamerada yox idi. İndi gördüm.
və belə. Okay. Bunu belə açanda kameramız işə düşür. Anladım. Mən bunu kəşf eləyəcəm. Baxım, əgər alındıra bilsəm, bu videonun sonunda kameradan çəkilmiş videoda paylaşaram, amma ayarları falan düzəltmək lazımdır məncə. 2 dənə belə mikrofon üçün tük çıxdı. Biri belədir. Bunları belə içinə qoyuram qarışmasın deyə. Biri isə bu cür. Bu tüklərin böyük nəsə bir fərqi varmı bilmirəm. Yəni sadəcə küləyin qarşısına alınması üçündür. Bu mənim mikrofonum. Mikrofon həm telefona, həm də kameraya bağlanır. O özəlliyini çox sevdim. Ay. Belə. Mikrofon üçün belə bir maqnit var. Baxın, yaxalığa taxmaq üçün iki tərəfdən. Bunu açmıram, belə göstərirəm sizə, çünki açıb təzədən içərisinə qoyacağam zaten. Aksesuardan bolu. Və bu kameranın digər 2-3 versiyalarından ən əsas üstünlüyü kameranın üstündə işığının olmasıdır. Bu yuxarı hissəsindən belə qoyulur DJI-ya. Yəni siz qaranlıq ortamlarda bunun işığı vasitəsilə rahat çəkilişlər eləyə biləcəksiniz. Bir də əlavə işıq tutmağa gərək yoxdur. Yəni bu üstünlüyünü də çox sevdim. Növbəti aksesuarımız çoxdur. Baxın, belə içərisi də oldu, dolu. Bu nədir? Bu tripodudur DJI-ın. O biri 2-də müqayisə edəcəm kameramın olduğu üçün. DJI o birisi 2-də bu hissələr çox nazik idi. Bir də belə fırladırdın, açılırdı, gec açılırdı. Bu rahat açıldı. Bu şəkildə tripoddur. Mən o biri kameram üçün elə yuxarı belə indi məsələn telefona qoyduğum tripodlardan da almışam. Ona görə bir plusum var, yəni əlavə xərcim çıxan deyil. Bunu da baxaq. Bu nədir? Deyəsən, bu hündürlüyünü qaldırmaq üçün bir şeydir. Bunun dəqiq nə olduğunu bilmirəm. Amma üstündə videonun üzərində yazacağım. Belə şnurlar var. Zayetka qoymaq üçün. Araşdırmışdım. Biri kameranın zayetkasını qoymaq üçündür. Biri isə mikrofonun, yəni ayrı-ayrıdır. Bu isə aksesuardır. Kameranın kənar hissəsindən asılqan kimi istifadə edə biləcəyiniz bir aksesuar. Məncə çox gərəksiz bir şeydir. Və kamera lensi. Bu kamerada çəkəcəyiniz videoları daha dəqiqliklə çəkməyə imkan yaradır lens. Baxın. Maqnitlidir. Mənə görürsünüz. Bu maqnitlidir. Kameranın üzərinə taxanda birbaşa oturur üzərinə. Bu qədər idi, bunlar idi. Qabını çox bəyəndim, çox qəşəngdir. Belə harasa gedəndə də aparmaq olar, amma tək kameranı da qoyub da aparmaq olar. Çox qəşəngdir. İndi kameranı açıb test eləmək istəyirəm. Görək bu kameramız, baxın, göstərim sizə. Buradan açıram. Bütün aksesuarları açandan sonra göstərirəm elə. Və bunu çıxarırdım bayaq. Dur. Aha. Çıxardım. Başqa buranı çıxaram. Bunu da çıxardım. Başqa, aha, burasını. Bunu da çıxardım. Arxa hissəsində də var. Bunu da çıxardım. Bu bayaq sizə dediyim aşağı hissəsindən. O budur. Bunu indi taxacağam. Ki bu nə olduğunu deyirdim sizə. Rahat oturdu. Söyləm
Benim canım. Nasılsın? Ay da çok qəşəngsən. Bunun dilini dəyişim bir dənə. Videolara baxmışdım. Amma yadımdan çıxıb ki, bunun dilini necə dəyişmək olar. Funksiyaları çoxdur. Biraz tanış oldum kamerana. Əlavə olaraq, bu hissəsində nəsə var. Çok güzel oldum. Əlavə olaraq bu hissələrində də var, amma onları çıxarmıram. Bəyəndim kameranı. Bu cür, yəni Reels formatında videolarda çəkə biləcəm. Baxın, həm belə düz, məni görsün, həm belə düz, həm də bu cür. Yəni YouTube'a da çəkə bilirəm, həm də belə. Çox qəşəngdir. Sadəcə, ay söndü. Sadəcə bilirsiniz nə? Mən bunun dilini ayarlaya bilmədim. Bu kameranın hər bir şeyi, yəni ayarlar baxımından TikTok videoları var. Ona görə tapmaq çətin olmadı. Amma istədim ki, özüm rahat tapım, tapa bilmədim. Burada türk dili olmalıdır. Yəni videolarda elə gördüm. Baxın, türkçə yazılıb. Amma çığsı falan yoxdur. Bunu uygulayım. Şo. Gimbal oldum. Türkçə oldum. Artıq sən bir müslümansın. Bəzi hərflər düşmür. Niyə düşmür, onu bilmirəm. Onu da araşdıraram, görüm. Baxın, bəzi hərflər görünmür. İnşallah bundan sonraki videolarımı kameramdan çəkərəm. Daha gözəl videolar, kalitələr məni gözləyir. Videonu izlədiyinizə görə təşəkkür edirəm. Yaxşı ki varsınız. Öpürəm sizləri. Kanalıma abunə olub, bəyənib, yorum yazmağı da unutmayın. Hələlik.